Esselamu Aleyküm əziz tələbə və şagirdlər. Bugün sizlərə Verbs in English Part 2, yəni İngiliscə feillərin ikinci videosunu sizlərə təqdim edirəm. Bildiyiniz kimi mən birinci hissəni kanala yerləşdirmişəm. İnşallah kanala keçid edib oradan birinci dərsi izləyə bilərsiniz. Gəlin bugün yeni 10 dənə feil öyrənək. Birinci feilimiz believe. Believe inanmaq, güvənmək deməkdir. For example, məsələn, she believes him. O ona inanır. İkinci feilimiz cut. Cut kəsmək deməkdir. Tom cut his finger. Tom barmağını kəsdi. Üçüncü feilimiz cry. Cry ağlamaq, qışqırmaq deməkdir. For example, məsələn, the baby is crying. Uşaq ağlayır. Dördüncü feilimiz bring. Bring gətirmək deməkdir. For example, məsələn deyə bilərik, can you bring my book? Can you bring my book? Kitabımı gətirə bilərsən? Mənim kitabımı gətirə bilərsən? Beşinci feilimiz brush. Brush fırçalamaq. For example, I brush my teeth when I wake up. Mən oyananda dişlərimi fırçalayıram. Altıncı feilimiz cancel. Cancel təxirə salmaq deməkdir. For example, the flight has cancelled. Uçuş təxirə salındı. Yeddinci feilimiz clean. Clean təmizləmək. Məsələn deyə bilərik, I clean my room every day. Mən hər gün otağımı təmizləyirəm. Səkkizinci feilimiz close. Close bağlamaq, örtmək deməkdir. For example, close the door. Close the door. Qapını bağla. Dokuzuncu feilimiz drive. Drive sürmək, maşın sürmək deməkdir. Drive the car carefully. Diqqətlə, maşını diqqətlə sür. 10-cu feilimiz find. Find tapmaq deməkdir. I can't find my pen. Mən qələmimi tapa bilmirəm. İnşallah 3-cü videoda görüşərik.